Bəli, hər bir şeydə hikmət var. Necə ki, deyilir ki, əl-xeyratu fi məxtarəhullah. Yəni, xeyir Allah Teala'nın seçimindədir. Yəni, buna nə qədər dəlillər də var və həmçinin baş verən hadisələr də var ki, yəni, xeyir Allah Teala'nın seçimindədir. Necə ki, bir dəfə Abdullah ibn Ziyadın sərkərdələrindən biri evin səthindən yerə düşərək ayaqlarının ikisi də qırılır. Ayaqlarının ikisi də sınır və onu ziyarətə gəlir Abu Qüləbə, Abdullah ibn Zeyd Əl-Cərmi rahiməhullah, yəni böyük alimlərdən olur və ona deyir ki, burada xeyir var. Burada xeyir var. O da deyir ki, necə xeyir ola bilər? Ayaqlarımın ikisinin də sınmasında hansı xeyir ola bilər? Və deyir ki, sənin bilmədiyin şeylər var. Yəni, Allah Teala'nın örtdüyü, sənin bilmədiyin çox şeylər var. Və bir neçə gündən Abdullah ibn Ziyadın elçisi gəlir ki, döyüşə çıxmalıdır. Kimə qarşı? Hüseyin radiyallahu anhüyə qarşı. Hüseyin radiyallahu anhüyə qarşı döyüşə çıxmalıdır və o da öz halını xəbər verir və onu üzürlü sayırlar və döyüşə çıxmır. Və bir həftədən isə xəbər gəlir ki, Hüseyin radiyallahu anhunun şəhid düşmə xəbəri gəlir. Və bunu eşidəndə deyir ki, Allah Teala Abu Qüləbə rəhm eləsin, həqiqətən deyə ayaqlarımın sınmasında xeyir var imiş. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm nəvəsinə qarşı döyüşdə iştirak etməkdən qorunur. Və ona görə insan özü səbəb olmadan başına bir iş gələrsə, sıxıntı, bəla, müsibət gələrsə, insan bilməlidir ki, və burada böyük xeyirlər var.